ağla gəlməz biz əməliyyatlar eləyirik. Yəni ki, o əməliyyatları Azərbaycan kimi və yaxud da hətta Türkiyədə belə iqtisadiyyatı çox yüksək olmayan ölkələrdə mümkün deyil. Məsəl üçün xəstə yox, robotdan söhbət getmir, yox. Məsəl üçün xəstədə bütün ağciyər, ürək sistemi tam fəaliyyət imtina edib, ECMO-dadır. Bir ay ECMO-da müalicə olunur. Biz isə onun cərrahi ağırlaşmalarını, hər gün bir cərrahi ağırlaşmasını biz onun müalicə edirik. Bəzən qarın açıq qalır. Buna açıq abdomen deyirlər və yaxud da abdominal vak deyirlər. Məsəl üçün bir dəfə öd kisəsi iltihablaşır və yaxud da işemiyası uğrayır, o çıxardılır. Növbəti dəfə yoğun bağırsaq, ən çox belə deyək, həssas orqanlar bildiyiniz kimi öd kisəsidir, sonra gəlir yoğun bağırsaq, hansı ki intensiv terapiyada ürək fəaliyyəti ki zəifdir. O zaman ilk işemiya, ilk problem məhz yoğun bağırsaqda və yaxud da öd kisəsində olur. Məsəl üçün o cərrahiyyə ilə məşğul oluruq və ora milyonlarla pul gedir.